Bütün müğənnilər mənə qəribə səsə, indi Akşin Fatih səs atıb. Bir dənə zəhmət olmasa. Abi qulaq asıyorum. Sən zəhmət olmasa dostumuz Manaf bəyə denən nəfəs Şahnaz muğamını oxuyacaq. Yəni onu heç kim qadağa qoya bilməz. Qadağa qoymadı. Ola bilər ki, kimlərsə şübhə eləsin oxumağına. Amma ki, hamısı şahid olacaq ki, o yüksək səviyyədə Şahnaz muğamını oxuyacaq. Bunu mən sənə deyirəm, eşidəcəksən. Bir Manaf bəyə dostumuzdur, salam söyləyirəm. Amma heç kim nəfəsə Şahnaz muğamını oxumağı qadağa qoya bilməz. Kim qadağa? Kim qadağa qoydu onu başa düşmədim. İstəyir meyxana oxusun. Kim qadağa qoydu? Akşinin zəngin eləmək, başa düşmədim. Nə demək istəyirdi? Yəni vəkili kimi zəng eləmişdi, yoxsa ona qadağa qoymaq? Yəni mən bir dənə onu başa düşmədim. Xahiş edirəm, mənim özümə zəng eləsin.